Məhkum yoldaşının 200 manata görə təhqirinə dözməyərək onu qətlə yetirən Təbriz Həsənovun cinayətinin bəzi detalları məlum olub. İddiama görə hadisə 2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonu Şəfaət Mehdiyev küçəsi 97 ünvanında qeydə alınıb. İstintaqla müəyyən edilib ki, Təbriz Həsənov qətlə yetirilən Azər İbrahimovla əvvəllər məhkum həyatı yaşayıblar və tanışlıqları da elə o zamanlardan başlayıb. Belə ki, 1987-ci il təvəllüdlü Azər İbrahimov xalası oğlu saxlanıldığı üçün o Təbriz Həsənovdan cinayət aləminin ənənələrinə uyğun olaraq 200 manat köməklik etməsini istəyib. Təbriz cavab olaraq ona fərqlilik etməsini, ona görə də pulunun olmadığını deyib. Bir neçə gün sonra telefonla danışarkən Azər İbrahimov rayonda olmasını, bu məsələ ilə bağlı Nihat Abbaslı və onun tanışı Cavid Məmmədovla birlikdə görüşmələrini təklif edib. Onlar 2024-cü il oktyabrın 12-sində axşam Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasında görüşüb, Cavidin Sabunçuda yerləşən evinə gediblər. Söhbət zamanı onlar Təbrizdən 200 manat pulu çatdırmalı olduğunu tələb ediblər. Yaranmış mübahisə zamanı Cavid onun üzünə yumruqla zərbə vurub. Təbriz döyülüb təhqir edildiyindən məcbur olub onlara 100 manat verəcəyini yalandan vəd edərək həmin evdən çıxıb. Təbriz Həsənov həmin gecə Azər İbrahimovla telefonla danışaraq məhz onun Nihat Abbaslı və Cavid Məmmədovla görüşünü təşkil edib təhqir olunmasının şərait yarattığına görə əvvəllər cəza çəkdiyi zonda olan nüfuzuna ləkə gəlməməsi üçün ondan və həmin 2 nəfərdən üzrxahlıq etmələrini bildirib. Sözlərinə məhəl qoymayan Azər İbrahimovdan qisas alma məqsədi ilə ayın 13-də günorta zəng edib ona Yasamal rayonu İnşaatçılar metrosunda görüşüb kafeyə yeyib içməyə gediblər. Təbriz kafenin qarşısında Azərlə söhbət edərkən bir gün əvvəl ona qarşı edilmiş qeyri-etik hərəkətə görə hər üçünün ondan üzr istəmələrini tələb edib. Azər İbrahimov bununla razılaşmadıqda Təbriz üzərindəki bıçaqla ona bir neçə dəfə zərbə vurub. Zərbələrin təsirindən yerə yıxılan Azərin ölmədiyini görüb ona əlavə zərbələr indirib. Təbriz Azərə ümumilikdə 7 bıçaq zərbəsi vurub. Azər İbrahimovun qışqırdığını eşidən şəxslər hadisəyə müdaxilə etdikdə Təbriz həmin ərazidən qaçıb. Azər hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən kliniki tibbi mərkəzə çatdırılsa da orada da ölüb. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərək naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Daha sonra o polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittihamlar sürülüb. Bununla da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin 5 dekabr 2025-ci il tarixli hökmü ilə o cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub. Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təbriz Həsənov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Belə ki, Təbriz Həsənov Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Xəzər rayon məhkəməsinin 2022-ci il tarixli qərarı ilə cəzasını çəkilməmiş 5 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.